mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Hələ yaşayıram, gəlir nəfəsim, vətən uğrunda döyünür nəfsim. Sona qədər ölkəmə bağlıyam, çünki mən Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəli qanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəli qanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Azərbaycanımızı tanıyaq və tanıdaq. Odlar yurdumun azad gəncləri, üç rəngli bayraqla ordunda irəli. İnanaraq biz tək Allaha birlikdə gedirik, ilhamda sabaha. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəli qanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. Ürəyimdə coşur doğma nəğmələr, vətən sevgisində dəli qanlıyam. Qəlbimdə əbədi kəlmələr, mən fəxr edirəm ki, Azərbaycanlıyam. 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 Salam Azərbaycan. Xoş gördük hörmətli televiziya tamaşaçıları, studiyamızın qonaqları və 10 intellektual gəncimiz. Xoş gördük sizləri. Və bizi dünyanın hər yerindən izləyən çox milyonlu Azərbaycan televiziyasının tamaşaçılarını, qürbətdə, ürəyi Azərbaycanla döyünən, nəbzi Azərbaycanla vuran, daim könlü Azərbaycanla olan bütün soydaşlarımızı salamlayırıq və hər kəsə buradan qucaq dolu salamlarımızı göndəririk. Təbii sizlər mən Azərbaycanlıyam.az saytına daxil olub veriş haqqında ətraflı məlumat almışsınız, bilirsiniz, izləmişsiniz verilişi. Artıq yeni məkandayıq və bunu da Azərbaycanın Gənclər və İdman Nazirliyi daim bizim gəncliyimizin həm intellektual səviyyəsinin yüksəlməsinə, həm də onların fiziki inkişafına xüsusi diqqət yetirir və ona görə biz Azərbaycanın Gənclər və İdman Nazirliyinə buradan salamlarımızı göndəririk və alqışlayırıq onları. Eyni zamanda biz Təhsil Nazirliyinə çox sağ ol deyirik, Rabitə və İnformasiya Nazirliyinə çox minnətdarımızı bildiririk və Azərbaycan Televiziya və Radio Verişləri Qapalı Səhmdar Cəmiyyətinə buradan salamlarımızı göndəririk. Sağ olun. Və oyunumuzun şərtləri. Şərtlər dəyişilməzdir, 3 mərhələdən ibarətdir. Yenə də birinci mərhələdə mən Azərbaycanın dilbər güşələrinə aid bir sual səsləndirirəm. Vaxt getdi deyirəm, bu hələ işarə deyil. Vaxt getdikdən sonra siz studiyada bir zil səs eşidəcəksiniz. Bax, həmən bu zil səsdən sonra qarşınızdakı bəyaz düymələr görürsünüz. Onlara toxunacaqsınız və kimin qarşısında işıqlansa, fənər yansa, o artıq cavab vermək hüququ qazanır. Və suala düzgün cavab verəndən sonra artıq onun üçün
İkinci mərhələ başlayır və 9 suala cavab verir. İkinci mərhələdə 5 mövzuda 9 suala cavab verəcəksiniz və 2 köməyiniz olacaq. Studiyada tanıdığınız dəstək qrupu və intellektinə, biliyinə güvəndiyiniz öz dostunuzdan, intellektualdan kömək götürə bilərsiniz. Sonra isə final. Beləliklə, bura kimi hər şey aydındırsa, mən onda vaxt vermədən sizləri Azərbaycan televiziyasının tamaşaçılarına təqdim eləmək istəyirəm. Sizlərlə tanışlığa başlayırıq. Tanışdıq. Diqqət. Şahlar Mirzəyev, Əzizə Abbasova, Ədalət Qafarlı, Sevinç Gülmalıyeva, Mais Qurbanov, Şəhla Həsənova, Mətləb Vəliyev, Nərgiz Məmmədova, Cavid Qarayev və Rövşən Abbasov. Sizin hər birinizə bu intellektual yarışmada uğurlar arzulayıram və sizlərlə ilk seçim turuna başlayıram. Adının mənası həm də meyvə qurusu ilə eyni olan inzibati rayon. Vaxt getdi. Vaxt getdi və Sevinç xanım, Sevinç Gülmalıyeva. Mənim fikrimcə bu Qax rayonudur. Qax və bu tamamilə doğrudur. Sevinç xanım. Sevinç Gülmalıyeva. Sevinç xanım, ilk seçim turunun ilk qalibi kimi təbrik edirəm və uğurlar arzulayıram. Yolumuz Qax rayonundandır. Qax rayonunda Azərbaycanın şimalında ən gözəl incilərimizdən biridir və son illər son dərəcədə abadlaşıb, gözəlləşib. Ən əsası, insanların üzündə bir ümid, bir işıq var, bir sabaha inan var. Baxaq Qaxa. Tamaşaçılarımız sizi daha yaxından tanısınlar. Buyur. Mən Gülmalıyeva Sevinç, Beyləqan rayonunda anadan olmuşam. Həmin rayonu 2011-ci ildə həmin rayonda orta məktəb bitirmişəm və Bakı Dövlət Universitetinin Hal-hazırda Tarix Fakültəsinin 2-ci kurs tələbəsiyəm. Tarix Fakültəsinin 2-ci kurs tələbəsiniz. Bəli. Uğurlar arzulayıram, amma mən belə anketdən isə belə bir şeyə rast gəldim ki, jurnalist olmaq arzulamısınız. Arzulamışam və sonradan tarix müəllimim tarixi daha çox sevdirdi mənə və mən də tarixçi olmaq istədim, onun yolunu davam etdirmək istədim. O yolu davam etdirmək istədiniz. Əlbəttə, bu gün Azərbaycanın yüksək peşəkar jurnalistlərə də ehtiyacı var, gözəl tarixçilərə də, böyük tarixçilərə də. Hər bir sahədə nə inirsə eləyim, ustası olun. Uğurlar arzulayıram sənə bugünkü intellektual yarışmada da. Sevinç xanım, bu mərhələdə indi Sevinç xanıma deyirəm, sizlər də diqqətlə qulaq asırsınız. 5 mövzu. Dil və ədəbiyyat, tarix və etnografiya, mədəniyyət və incəsənət, coğrafiya və ümumi mövzu. Ümumi mövzuda hər bir sahədən sual ola bilər. 5 mövzuda 9 suala cavab verəcəksiniz. 3 sualdan bir mövzunu dəyişəcəyik. Və istənilən vaxt 2 köməyiniz, istənilən vaxt hansı mövzuda çətinlik çəkdiniz, o köməkdən istifadə edə bilərsiniz. Və sonra da final inşallah. Mən də bunu arzulayıram ki, sizi finalda görək. Dil və ədəbiyyat, tarix və etnografiya, mədəniyyət və incəsənət, coğrafiya. Seçiminiz? Dil və ədəbiyyat. Dil və ədəbiyyat. Dil və ədəbiyyat mövzusu ilə biz Sevinç xanımla oyunumuzu başlayırıq. Dənə, nəfər, dəst, cüt, litr. Bu sözlər hansı sözlər qrupuna aiddir? Vaxt getməsin. Numerativ sözlər. Necə? Numerativ sözlər. Numerativ sözlər, düzdür. Alqışlayırıq. Ürəyim sürətlə döyünür. Cümlədə feilin hansı qrammatik məna növü işlədilmişdir? Vaxt getdi. Ürəyim sürətlə döyünür. Feilin hansı qrammatik növü, məna növü?
Qayıdış feili. Alqışlar, düzdür. Qayıdış növü. Dil və ədəbiyyat mövzusunda sonuncu sualımız. Peyğəmbər, Topal Teymur, Xəyyam əsərlərinin müəllifi kimdir? Vaxt getsin, getməsin əlbət. Hüseyn Cavid, görkəmli dramaturq Hüseyn şairimiz. Cavid, bəli, düzdür. Və bu məşhur bir ara çox tez-tez işlənirdi. Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yeryüzünü. Məhz Peyğəmbər əsərində. Və bu Topal Teymur da... Topal Teymur indi Sovet dönəmində belə yazırdılar. Əslində Əmir Teymur deyirik biz. Amma piyesin adı belədir, düzdür. Xəyyam xüsusilə çox yüksək səviyyədə Akademik Milli Dram Teatrına tamaşaya qoyulmuşdu. Topal Teymur Azərbaycan televiziyasında çox yüksək səviyyədə tamaşaya qoyulub. Mərhum aktyorumuz Hamlet Xanızadə möhtəşəm oynayıb orada və Xəyyamda da Mehdi Məmmədovun quruluşunda çox gözəl. Amma Peyğəmbər qismət olmadı, yarıda dayandı. Belə, mövzunu dəyişməliyik. Tarix və etnografiya. Tarix və etnografiya mövzusu ilə Sevinç xanımla oyunumuzu davam etdiririk. 1599-cu ildə 1-ci Şah Abbas bu Özbək xanını məğlub edərək öz hakimiyyətini Mərvə, Xorasana qədər yaydı. Bu hansı xan idi? Vaxt getdi. Bu Özbək xanını məğlub edərək, yəni söhbət həmin o Özbək xanından gedir. Hansı xanı məğlub edib 1-ci Şah Abbas? Məhəmməd. Aha. Məhəmməd Şeybani. Məhəmməd. Məhəmməd xan. Məhəmməd xan deyirsiniz. Bunu qəbul edək? Bəli. Məhəmməd xan düzdür. Sevinç xanım, tarix mövzusunda növbəti sualımız. 1618-ci ildə bağlanmış Mərənd sülhünü Osmanlılar tərəfindən kim bağlamışdır? Kim imzalamışdır yəni? Vaxt getdi. Hökumətdən istifadə eləmək Hökumətdən istifadə edirik. Kim dəqiq bilirsə. Amma hələ... Buyurun, gəlin irəli, zəhmət olmasa. Sevinç Süleymanova, Azərbaycan Dillər Universiteti 1-ci kurs. Mənim fikrimcə Xəlil Paşa. Belə bir variant intellektualımız səsləndirdi. Xəlil Paşa deyir. Bunu qəbul etmək, getməmək artıq sizin ixtiyarınızda. Qəbul edirəm. Qəbul edirik və alqışlayırıq. Sevinç xanımı da sizə alqışlar. Tamamilə doğrudur, bəli, Xəlil Paşa. Tarix və etnografiya mövzusunda sonuncu sualımız. Sevinç xanım buyurun. Sual belədir. Səlcuqlara müqavimət göstərdiyinə görə Şirvanşah titulundan məhrum edilən Şirvan hökmdarı kim idi? Vaxt getdi. Səlcuqlara müqavimət göstərdiyinə görə Şirvanşah titulundan məhrum edilir. Hökumətdən istifadə edir. Hökumətə istifadə edilir. Buyur, seç. Tam dəqiq bilən kimdirsə. Vəliyeva Könül, Azərbaycan Müəllimlər İnstitutu 1-ci kurs. Mənim fikrimcə bu 1-ci Fərbrüz. Könül xanım, Müəllimlər İnstitutu dediniz. Bax, Könül xanım belə bir variant səsləndirdi. 1-ci Fərbrüz dedi. Bunu qəbul etmək, etməmək sizin ixtiyarınızda. Qəbul edirəm. Qəbul edirik və alqışlar Könül xanıma da. Tamamilə doğrudur, bəli. Alqışlar, bəli. Və təbii Sevinç xanıma da qəbul etdiyinə görə, inandığına görə. Mövzunu dəyişməliyik. Mədəniyyət və incəsənət. Mədəniyyət və incəsənət. Mədəniyyət və incəsənət mövzusu ilə biz Sevinç xanımla oyunumuzu davam etdiririk. O, Azərbaycan kino tarixinə ilk milli kino rejissor kimi düşmüşdür. Repressiya qurbanı olan bu məşhur sənətkarımız, bu məşhur aktyorumuz kimdir? Vaxt getdi.
variant yoxdur. Cavab variantım yoxdur. Təəssüf deməliyəm. Təəssüf deyirəm. Düzgün cavab isə deyəcəm dərhal yadına düşəcək. Deyirsən, ay necə yadıma düşmədi. Abbas Mirzə Şərifzadə idi. Abbas Mirzə Şərifzadə. Eyb yoxdur. Eyb yoxdur. Olur, həyəcandan görürsən. Alqışlarla yola sardıq Sevinç xanımı. Belə, sizlərlə isə növbəti seçim turuna başlayırıq. Bəzi mənbələr bu rayonun adının mənasının qoşunun məhvi ilə bağlı olduğunu vurğulayırlar. Bu hansı inzibati rayonumuzdur? Vaxt getdi. Vaxt getdi və Ədalət Qafarlı. Mənim fikrimcə bu Ordubat rayonudur. Hansı? Ordubat. Ordubat. Bəli, düzdür, Ordubat. Ədalət Qafarlı. Belə, yolumuz Ordubatdandır. Ordubat da Azərbaycanın Səngər, Qala rayonlarından biridir. Ən cəngavər torpaqlarından biridir. Baxaq. Ordubada kiçik qiyabi səyahət elədik. Ədalət, tamaşaçılarımız indi sənə daha yaxından tanısınlar. Buyur. Mən Qafarlı Ədalət 1995-ci ildə Goranboy rayonunda anadan olmuşam. Əslən Kəlbəcərdənik. 2012-ci ildə Goranboyda yerləşən Kəlbəcər rayon 102 saylı orta məktəbini bitirib Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşam və ixtisasım Amerika ölkələri üzrə region şanslıq. Ədalət, şərtlərimiz aydındır. 5 mövzuda 9 suala cavab verəcəksən. 3 sualdan bir mövzunu dəyişəcəyik və 2 köməyin olacaq. Mövzularımız dil və ədəbiyyat, tarix və etnografiya, coğrafiya, mədəniyyət və incəsənət, bir də ümumi mövzu. Buyur, seçim. Tarix və etnografiya. Tarix və etnografiya mövzusu ilə biz ədalətlə oyunumuzu başlayırıq. Ərdəbil xanlığının əsasını kim qoymuşdur? Vaxt getdi. Bəbir xan. Bəbir xan, düzdür. Düzdür. Növbəti sualımız. 1827-ci ilin sentyabr ayının 20-sində Ruslar tərəfindən tutulan qala hansı idi? Vaxt getdi. Sualın cavabını biləndə vaxtı dayandıra bilərsən istədiyim vaxt. Dəqiq biləm. Köməkdən istifadə. Köməkdən istifadə edirik. Kim kömək edə bilər? Buyur, seç. Xanımlar öz köməklərini təklif edir. Mən hər üçünə inanıram. Dəqiq kim bilirsə yazsın. Azərbaycan Dillər Universiteti, Sevil Süleyman Azərbaycan Dillər Universiteti 1-ci kurs, Sərdarabad qalası. Sevil xanım belə bir variant səsləndi. Sərdarabad qalası. Buyur. Qəbul etmək, yetməmək sənin ixtiyarındadır. Qəbul edə. Edirik. Sərdarabad deyil. Və Sevil xanıma bir də sürəkli alqışlar. Afərin, düzdür. Sərdarabad. Döyüşdən qalib gəlib. Belə, tarix və etnografiya mövzusunda 3-cü sonuncu sualımız. 1392-ci ildə Əmir Teymurun Əlincə qalasına hücumu zamanı qalanın müdafiəsinə kim başçılıq edirdi? Vaxt getdi. Miranşah illərlə oranı ala bilməmişdi. Köməkdən istifadə edirik. Bir köməyin var. Buyur, seç. 3 nəfər öz köməyini təklif edir. Buyurun, gəlin irəli. Vəliyeva Könül, Azərbaycan Müəllimlər İnstitutu 1-ci kurs. Mənim fikrimcə bu Əmir Altuğ və Tahir.
belə bir variant səsləndirdi Könül xanım. Qəbul edir. Qəbul edirik. Əyləşin, sağ olun Könül xanım. Yəni qəbul olundu. Biz bunu qəbul edirik bu cavabı. Qəbul edir. Qəbul edirik. Belə şəxsiyyətləri yadda saxlamaq lazımdır. Bəli, düzdür. Alqışlayırıq Könül xanım. Belə, mövzunu yekunlaşdırdıq, dəyişməliyik. Buyur. Coğrafiya. Coğrafiya mövzusu. Coğrafiya mövzusu ilə biz ədalətlə oyunumuzu davam etdiririk. Talış dağlarından axan Viləş çay, Lənkəran çay və Astara çayın qidalanma mənbəyi nədir? Vaxt getməsin, məncə yağış sular. Yağış suları düzdür. Coğrafiya mövzusunda ikinci sualımız. Gilavar küləyi hansı istiqamətdən əsir? Vaxt getdi. Vaxt getməsin. Getməsin. Cənub və cənub-şərq. Cənub və cənub-şərq düzdür. Coğrafiya mövzusunda üçüncü, sonuncu sualımız. Bundan sonra mövzunu dəyişməliyik. Kür çayı ilə onun qolu Ağuşa arasında hansı düzənlik yerləşir? Kür çayı ilə onun qolu olan Ağuşa, yəni o rayonun mərkəzində o Akkuşa yazılıb çayın adı. Amma Ağuşa, yəni belə deyir. Ağuş Hansı mənası. Arasında hansı düzənlik yerləşir? Vaxt getdi. Kür çayı və onun bir qolu var, Akkuşa çayı. Onun arasında yerləşən düzənlik. Muğan düzü. Muğan düzü. Təəssüf deyirəm. Niyə bu? Yəni bu çayın adı həmişə belə maraqlı gəlib mənə də doğrudan. Səlyan rayonunun mərkəzindən keçəndə belə Akkuşa çay yazılıb. Yəni bu Kürün bir qoludur gəlib keçir və Kür çayı ilə Akkuşa çayının arasındakı düzənlik isə Səlyan düzü. Səlyan düzüdür. Yadda saxlayırıq və təəssüf deyirəm, eyb yoxdur. Olur belə, olur ədalət. Gələcək yarışmalarda inşallah daha uğurlu oyun arzulayıram. Alqışların yola sağlıq ədaləti. Sizlərlə isə növbəti seçim turuna başlayırıq. Adının mənası kömək umulan yer ya da kömək olunan yer olan inzibati rayonumuz hansıdır? Vaxt getdi. Əzizə xanım hamını qabaqladı. Görək düzgün cavabı da bilirmi? Buyurun Əzizə xanım. Mənim fikrimcə bu yardımlı rayonudur. Yardımlı rayonu dedi. Bəli, tamamilə doğrudur. Bu yardımlı rayonudur. Əzizə Abbasova. Belə, Əzizə xanım təbrik edirəm. Yolumuz yardımlıdandır. Baxaq yardımlıya. Əzizə xanım, yardımlıya kiçik qiyabi səyahət elədik. İndi tamaşaçılarımız sizi daha yaxından tanısınlar. Buyurun. Mən Abbasova Əzizə Akif qızı 1994-cü ildə Saatlı rayonunun Qaralar kəndində anadan olmuşam. 2011-ci ildə Saatlı rayon Qaralar kəndində Ələddin Şükürlü adlı Varxan kənd tam orta məktəbini bitirmişəm və həmin ili Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqoji fakültəsinə daxil olmuşam. Pedaqogika fakültəsində oxuyursunuz. Bəli. Yəni o ibtidai məktəblər uğurlar arzulayırıq, çox gözəl, müqəddəs bir peşə ilə məşğul olacaqsınız, balalarımıza əlifba, hərf yazmağı öyrədəcəksiniz. Yəni hər bir insan təbii ona ilk əlifbanı öyrədən, ilk sözləri ana, ata, vətən sözlərini öyrədən müəllimin ömrünün sonuna kimi xatırlayır. Belə Əzizə xanım, şərtlərimiz aydındır, 5 mövzuda 9 suala cavab verəcəksiniz. 3 sualdan bir mövzunu dəyişəcəyik və 2 köməyiniz olacaq. Buyurun, seçim. Dil və ədəbiyyat. Dil və ədəbiyyat mövzusu ilə biz Əzizə xanımla oyunumuzu başlayırıq. Diqqət, Əzizə xanım, belə bir sual. Gəldim ki, verəm qəlbinə bir nuri həqiqət. Hüseyin Caviddəndir bu cümlə. Bu misra. Nümunədə tabilik bağlayıcının hansı
məna növü işlənmişdir. Vaxt getdi. Köməkdən istifadə etmək olar. Köməkdən istifadə edirik. Eləyək. Buyurun. Xanım. Seçin xanım, Könül xanım. Vəliyeva Könül, Azərbaycan müəllimlərin institutu 1-ci kurs. Mənim fikrimcə bu aydınlaşdırma layihəli. Aydınlaşdırma bağlayıcısı deyirsiniz. Bax, Könül xanım belə bir variant səsləndirdi. Aydınlaşdırma bağlayıcısı. Qəbul edirəm. Qəbul edirik. Bəli. Yada düşdü. Bəli, gəldim ki, verəm qəlbinə bir nuri həqiqət. Niyə gəldim? Qəlbinə nuri həqiqət vermək üçün aydınlaşdırır. Tamamilə doğrudur, alqışlar hər ikinizə. Əzizə xanıma da, Könül xanıma da. Bəli. Diqqət. Mətbuat dili, qəzet dili, televiziya dili adlandırılan üslub hansıdır? Vaxt getməsin, Vaxt getməsin? üslub. Publisistik üslub. Alqışlar, düzdür. Publisistik. Dil və ədəbiyyat mövzusunda 3-cü, sonuncu sualımız darıxmırsız, hər şey yaxşıdır. Cəfər Cabbarlının Vəfalı Səriyyə, ya onun birinci əsərdir, 14-15 yaşında yazdığı bir əsərdir. Vəfalı Səriyyə əsərinin ikinci adı nədir? Vaxt getsinmi? Getdi. Yəni, 14-15 yaşında uşağın piyesə qoyduğu çox romantik bir ad. Sentimental. Oxumuşam məsələn. Aha. Köməkdən istifadə etmək olar. Köməkdən istifadə edirik. Buyurun. Xanım. Tanım, Könül xanım. Vəliyeva Könül, Azərbaycan müəllimlərin institutu. Mənim fikrimcə bu göz yaşları içində gülüş. Göz yaşları içində gülüş. Bax, belə bir variant səsləndirdi Könül xanım. Bəli, piyesin qəbul edirik. Bəli. Piyesin adı belə də gedir. Vəfalı Səriyyə yaxud göz yaşları içində gülüş. Tamamilə doğrudur, alqışlar. Hər ikinizə. Əzizə xanım, mövzunu dəyişməliyik. Tarix və etnoqrafiya. Tarix və etnoqrafiya mövzusu ilə biz Əzizə xanımla oyunumuzu davam etdiririk. Naxçıvan xanlığının əsasını kim qoymuşdur? Vaxt getdi. Azərxan. Azərxan, son variantdır bu. Bəli. Və mən çox təəssüflə qeyd eləməliyəm ki, bu faktı bilməlisiniz, bilin və yadda saxlayın. Naxçıvan xanlığının əsasını xanlıq olaraq, yəni əvvəllər Atabəylər dövləti, belə böyük ənənələr olub, amma xanlıq olaraq xanlığın əsasını Heydərqulu xan qoyub, Heydərqulu xan. Yadda saxlayın və unutmayın. Eyb yox Əzizə xanım, olur bəzən gərginlikdən, həyəcandan olur canım. Uğurlar arzulayıram. Uğurlar və sizlərlə isə növbəti seçim turuna başlayırıq. Qız yurdu zirvəsi hansı təbii vilayət ərazisində yerləşir? Vaxt getdi. Mətləb, yəni qabaqlı adamını, Mətləb Vəliyev. Mənim fikrimcə bu Lənkəran təbii vilayəti. Lənkəran təbii vilayəti və tamamilə doğrudur. Mətləb Vəliyev. Mətləb Vəliyev. Bilik yarışında, intellekt savaşında. Belə, Mətləb, yolumuz Lənkərandandır. Yəni, o sözləri artıq demirəm, Lənkəran da əvvəldən çox gözəldir, çox abad, istiqaynar, Azərbaycanın ən belə istiqanlı bölgələrindən biridir. Baxaq Lənkəranda bu gün nələr var?
Mətləb? Bəli. Lənkərana kiçik qiyabi səyahət elədik. İndi tamaşaçılarımız səni daha yaxından tanısın, buyur. Mən Vəliyev Mətləb 1994-cü ildə Azərbaycan Respublikasının Şəmkir şəhərində anadan olmuşam. 2001-ci ildə Şəmkir şəhər Əhməd Cavad adına tam orta məktəbinə daxil olmuşam. 2012-ci ildə həmin məktəbi bitirmişəm və həmin ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər Fakültəsinin Dünya İqtisadiyyat ixtisasına daxil olmuşam və hal-hazırda 1-ci kurs tələbəsiyəm. Uğurlar arzulayıram. Yəni mən bildiyimə görə, aldığım məlumata görə ən çox suala cavab verən intellektuallarımızdan birisən seçim turunda, yəni bu qəbul və uğurlar arzulayıram. Elə bilirəm ki, oyunumuz maraqlı olacaq sənin. Şərtlərimiz aydındır. 5 mövzuda 9 suala cavab verəcəksin, 3 sualdan bir mövzunu dəyişəcəyik və 2 köməyin olacaq. Bəli. Dil və ədəbiyyat, tarix və etnografiya, mədəniyyət və incəsənət, coğrafiya və ümumi mövzu. Buyur. Tarix və etnografiya. Tarix və etnografiya mövzusu ilə biz mətləblə oyunumuzu başlayırıq. 14-cü əsrdə Şəki hakimliyini hansı tayfa idarə edirdi? 14-cü əsr. Vaxt getməsin. Vaxt getməsin. Oyraq sülaləsi. Alqışlar, düzdür. Oyraq tayfası. 1752-ci ildə baş vermiş bu döyüşdə Şəki xanı Hacı Çələbi Gürcüləri məğlub edərək Qızılqaya xəyanətinin qurbanlarını xilas etdi. Bu harada baş verib? Vaxt getdi. Nizami məqbərəsi yaxınlığında döyüş. Düzdür. Düzdür, tamamilə doğrudur. Və burada maraqlı bir fakt nədir? Hətta bu bəzi xanlarımız Hacı Çələbiyə xəyanət eləmişdilər. O gəlib onları xilas edir, sonra heç nə demədən üzünü çevirib çıxıb gedir. İraklini məğlub edir, sonra onları azad edir və üzünü çevirib çıxıb gedir. Heç nə demir onlara. Utandırır yəni onları. Diqqət! 18-ci əsrin 20-ci illərində 1-ci Pyotrun Bakıya tabi olmaq barədə göndərdiyi məktubu qəbul etməyən şəhər hakimi kim idi? Sual aydındır. Vaxt getdi. Birinci Pyotrun məktubunu qəbul etməyib. Hansı şəhərin hakimi kim və kimi? Köməkdən istifadə. Köməkdən istifadə edirik. Kim kömək edə bilər? Buyur, gəl irəli. Rüstəmli Murad, Lökbatan qəsəbəsi 288 saylı tam orta məktəbin 11 sinif şagirdi. Mənim fikrimcə bu Bakı xanlığıdır. Məhəmməd Hüseyin xan. Aha. Rüstəmli Murad. Lökbatan qəsəbəsi. Məktəbli. Aha. O belə bir variant səsləndirdi. Bunu qəbul etməyə yetinmək sənin ixtiyarında. Qəbul edirəm. Qəbul edirik. Bəli. Və Murada da sənə də alqışlar. Tamamilə doğrudur. Məhəmməd Hüseyin bəy. Yadda saxlayırıq. Məhəmməd Hüseyin bəy. Deməli, bu Pyotrun məktubunu qəbul etməyib. Diqqət. Mətləb. Mövzunu dəyişməliyik. Coğrafiya. Coğrafiya mövzusu ilə biz mətləblə oyunumuzu davam etdiririk. Qarabağ Sıra dağlarından başlayan və uzunluğu 111 kilometr olan çay hansıdır? Vaxt getdi. Qarabağ Sıra dağlarından başlayır. Köməkdən istifadə. Köməkdən istifadə edirik, əgər kömək edən varsa. Yenə Murad cəhd edir. Murad, gəl. Rüstəmli Murad, 288 saylı orta məktəbin 11 sinif şagirdi. Mənim fikrimcə bu Gilgil çaydır. Gilgil çay deyirsən. Qəbul eləmirəm. Onları qəbul eləmirik. Bəli, bəli. Və onda öz variantın son. Qarqar çay. Qarqar çay Bəli. deyirsən. Düzdür, Qarqar çay. Belə mətləb, coğrafiya mövzusunda növbəti sualımız. Xəbərdarlıq edirəm ki, artıq heç bir köməyin yoxdur. Bundan sonra yalnız özünə güvənə bilərsən. Diqqət, tərkibində Ağsu, İsmayıllı, Şamaxı, Qobustan inzibati rayonları daxil olan iqtisadi coğrafi rayon hansıdır? İqtisadi coğrafi rayon. Vaxt getdi.
Tərkibində Ağsu, İsmayıllı, Şamaxı, Qobustan inzibati rayonları daxil olan iqtisadi coğrafi rayon. Abşeron Qobustan. Abşeron Qobustan deyirsən. Mətləb, təəssüf deməliyəm. Maraqlı oyunçuydun, maraqlı oynadın. Neyib yoxdur, olur bəzən belə həyəcandan, gərginlikdən olur, sonradan yada düşür. Alqışlarını yola salırıq. Sizlərlə isə növbəti seçim turuna başlayırıq. Ağzı bir çala, göl su hövzəsinin qamışdıqları nadir su quşlarının çoxaldığı məşhur yerlərdən biridir. Bu göl, eləcə də məşhur Qalaltı mineral bulağı və müalicə mərkəzi hansı rayonumuzun ərazisində yerləşir? Vaxt getdi. Vaxt getdi və Cavid Qarayev. Mənim fikrimcə bu sualın düzgün cavabı Şabran rayonudur. Şabran rayonu. Düzdür. Düzgündür. Cavid Qarayev. Cavid Qarayev bilik yarışında, intellekt savaşında. Belə, Cavid, yolumuz Şabranındır. Baxaq, Şabranda nə kimi gözəlliklər var. Belə, Cavid, Şabrana kiçik qiyabı səyahət elədik. İndi tamaşaçılarımız səni daha yaxından tanısınlar. Buyur. Mən Qarayev Cavid, 1995-ci ildə Sumqayıt şəhərində anadan olmuşam. Və həmin şəhərin 28 saylı orta məktəbini bitirib, 2011-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat Fakültəsinin İqtisadi ixtisası üzrə ixtisası üzrə qəbul olmuşam və hal-hazırda birinci kursdayam. Birinci kursda uğurlar arzulayırıq sənə. Cahid, şərtlərimiz aydındır. 5 mövzuda 9 suala cavab verəcəksən, 3 sualdan bir mövzunu dəyişəcək və 2 köməyin olacaq. Dil və ədəbiyyat, tarix və etnografiya, mədəniyyət və incəsənət, coğrafiya və ümumi mövzu. Coğrafiya mövzusunu seçərdim. Coğrafiya mövzusu ilə biz Cavidlə oyunumuzu başlayırıq. Diqqət, əsasən yaz və payız aylarında Şimali İran ərazisindən respublikamıza daxil olan bu hava kütlələri temperaturun aşağı düşməsinə, bulutluluğun artmasına və gur yağışların yağmasına səbəb olur. Bu, hansı hava kütlələridir? Vaxt getdi. Cənub siklonları. Cənub siklonları, düzdür. Növbəti sual coğrafiya mövzusunda. Respublikamızın ərazisində intrazonal landşaftların meydana gəlməsinin səbəbi nədir? Vaxt getdi. Yeraltı suların səthə çıxması nəticəsində intrazonal landşaft yaranır. Düzdür. Diqqət. 1929-cu ildə Xəzər dənizinin Salyan düzü ilə qovuşduğu ərazidə yaradılmış qoruq hansıdır? Vaxtı dayandırmaq Vaxt istəyirəm. dayandırırıq. Qızılağac qoruğudur. Qızılağac, düzdür. Cavid mövzunu dəyişməliyik. Tarix və etnografiya. Tarix və etnografiya mövzusu ilə biz Cavidlə oyunumuzu davam etdiririk. 1512-ci ildə Səfəvilər hansı əraziləri tutdular? 1512-ci il. Vaxtı dayandırmaq istəyirəm. Vaxtı dayandırırıq. Qarahisar və Malatya.
Hara? Qarahisar və Malatya. Qarahisar və Malatya, düzdür. Diqqət. Azərbaycan kəndlilərinin 1922-ci ildən ərzaq vergisi əvəzinə könüllü məhsul rüsumu olaraq ödədikləri vergi necə adlanırdı? Vaxt getdi. Fikrimcə bu çanaq vergisidir. Çanaq vergisi. Alqışlar. Cəvid, yaxşıdır vəziyyət. Hələ iki köməyində var. Tarix mövzusunun sonuncu sualındayıq. 1501-ci ilin ortalarında baş vermiş bu döyüşdə Ağqoyunlu Əlvənd Mirzənin qoşunu Səfəvilər tərəfindən darmadağın edildilər. Bu hansı döyüş idi? Vaxt getdi. Əlvənd Mirzənin qoşunu Səfəvilər tərəfindən darmadağın edildi. 1501-ci il. Fikrimcə bu sualın düzgün cavabı Şərur döyüşüdür. Alqışlar. Əla, çox yaxşıdır Cavid. 2 köməyin var və cəmi 3 sual qalıb. Və mövzu seçməliyik. Dil və ədəbiyyat mövzusunu seçirəm. Dil və ədəbiyyat mövzusu ilə biz Cavidlə məmnuniyyətlə oyunumuzu davam etdiririk. Həmcins üzvlər arasında hansı sintaktik əlaqə olur? Sual aydındır? Bəli. Vaxt getsinmi? Getdi. Tabesizlik əlaqəsi. Tabesizlik əlaqəsi Bəli. deyirsən. Düzdür. Alqışlar, düzdür. Növbəti sualımız. Vətəni qorumaq hamının müqəddəs borcudur. Cümlədə müftəda nə ilə ifadə olunub? Vaxt getməsin. Vaxt getməsin. Məstərlə ifadə olunub. Müftəda. Vətəni qorumaq sözü məstər tərkibi ilə düzdür. Düzdür. Cavid, 2 kömək arxivdə toz basır və biz sonuncu sualdayıq. Bu suala düzgün cavab səni finala daşıyır. Diqqət! Dağlardan xatirələr, Krımda axşamlar, Səlim xan, Günah kimdədir kimi şeirlərin müəllifi olan bu şairimiz, həmçinin Qara Dastan adlı şeirlər kitabının da müəllifidir. Yaşadığı qısa ömrün çoxunu mühacirətdə, sürgündə keçirən bu şairimiz kimdir? Vaxt getdi. Oğlan köməyinə istifadə edilməz. Əmrah, buyur. Rızayev Əmrah 42 saylı tam orta məktəb 9-cu sinif. Mənim fikrimcə bu Almas Yıldırımdır. Almas Yıldırım deyirsən. Əmrah belə bir variant səsləndirdi. Almas Yıldırım dedi. Əmrahın variantını qəbul edirəm. Qəbul edirik Əmrahın variantını. Bəli, Azərbaycan mənim eşsiz anam oy deyən şairimiz Almas Yıldırım. Alqışlar hər ikinizə və səni də alqışlayırıq ki, finala çıxdın, finaldasan və uğurlar arzulayırıq. Alqışlarla uğurlayırıq. Finala çıxan isə bircə nəfər oldu. O da Cavid Qarayev oldu. O finalda təkdir. Və bu demək ki, bundan sonra hər şey artıq onun özündən asılıdır. Beləliklə, final. Finalı bir nəfərlə oynayırıq. Burada artıq kimisə qabaqlamaq lazım deyil. Sadəcə 20 saniyə fikirləşib cavab vermək lazımdır. Diqqət. Sual belədir.
O 1880-ci ildə Şuşa qəzasının Gülablı kəndində anadan olmuş, 1965-ci ildə Bakıda vəfat etmişdir. Müasir Azərbaycan tarının yaradıcısı olan Sadıqcandan dərs almışdır. Yəni Sadıqcan bilirsiniz də, tarı diz üstündən sinəyə qaldıran böyük reformaçıdır tar sahəsində. Onun tələbəsi olub həmin adam, bu o deməkdir. Onun ifasında Mahur Hindi, Cahargah, Şur, Zabul Seygah, Çoban Bayatı nadir sənət nümunələri kimi musiqi xəzinəsinə daxil edilmişdir. 1908-ci ildə Üzeyir Hacıbəyovun Leyli və Məcnun operasının ilk tamaşasında orkestrin solisti olmuşdur. Yəni solist sözü çaşdırmasın səni, o oxumayıb. Yəni tar ifasında birinci solist olub, başçı olub. Onun ifa etdiyi muğamlar 1912-ci ildə Varşavada qramofon valına yazılmışdır. 1934-cü ildə Tiflisdə Zaqafqaziya İncəsənəti Olimpiyadasının, 1939-cu ildə Ümumİttifaq baxışının qalibi olmuşdur. Azərbaycanın xalq artisti, musiqicisi və tarzəni olmuş bu şəxs kimdir? Vaxt getdi. Variantın varsa? Cavab variantı yoxdur. Düzgün cavab isə Qurban İrimov idi. Sualı dəyişirik. Sual belədir. Divanxana, Şah məscidi, Seyid Yəhya Bakuvi türbəsi, Murad darvazası, Saray hamamı və ovdandan ibarət olan bu kompleks 1964-cü ildən muzey qoruq kimi fəaliyyət göstərir və dövlət tərəfindən qorunur. UNESCO tərəfindən Ümumdünya Mədəni İrsi siyahısına daxil edilmiş bu tarixi kompleks hansıdır? Bir ipucu verim ki, bu Bakı şəhərində yerləşir bu muzey kompleks. Divanxanası var, Şah məscidi var, Seyid Yəhya Bakuvi türbəsi var, Murad darvazası var, Saray hamamı, ovdan. Vaxt getdi. Bakı şəhərində. UNESCO tərəfindən Ümumdünya Mədəni İrsi siyahısına daxil edilir. Şirvanşahlar kompleksi. Şirvanşahlar Sarayı kompleksi dedin. Yadınızda oyunun əvvəlində mən xəbərdarlıq eləmişdim. Təsadüfi, təxmini, intuitiv cavablar verməyin. Nə gəldi deməyin. Ən azı araşdırın fikrinizi. Heç olmasa soruşun, birbaşa cavab verməyin. Və bütün oyun boyu bir neçə dəfə oldu bu. Ən azı finalda olmamalıydı. Finalda ən azı diqqətli olmalıydınız ki, bu finaldır, səhv variant desəm və aparıcı da böyük kədər içində təəssüf deyibən bugünkü oyunda finalçının olmadığını elan edər. Amma bugün mən təəssüf demirəm, alqışlarla Cavid Qarayev. Şirvanşahlar kompleksi tamamilə doğrudur. Cavid Qarayev. Cavid Qarayev bugünkü intellektual yarışmanın qalibi, təbrik edirəm ürəkdən. Böyük uğurlar arzulayırım gələcək bütün işlərində və bu mən Azərbaycanlıyam intellektual oyununun qalibi Fəxri Fərman artıq sənindir və intellektuallarımızın alqışları artıq sənindir. Cavid, yəqin ki, ürək sözlərin var dostlara, məktəbə, tələbələrə, intellektuallarımıza
və tamaşaçılarımıza. Ürək sözlərin varsa buyur. Mən buradan mənə tanıyanlara, ailə üzvlərimə salam göndərirəm və Bakı Dövlət Universitetinin İqtisadiyyat ixtisasında oxuyan 704 nömrəli qrupdakı bütün qrup yoldaşlarıma salam göndərirəm. Mən gəldim, bu oyunda iştirak etdim və qalib oldum. Bunu da digər həmkarlarıma arzu eləmək istəyirəm. Biz də arzu edirik, siz həmişə qalib olasınız, həmişə qürurla deyəsiniz ki, mən ölkəmi yaxşı tanıyıram, vətənimi daha yaxşı sevirəm, daha çox tanıda bilərəm və biz də sizlərlə qürur duyuruq ki, Azərbaycanın belə gəncliyi var. Və siz hər biriniz bu günləri qalib olmağa layiq idiniz, bunu oyununuzdan göstərdiniz. Kimsə sona qədər alınmadı, amma hər biriniz Azərbaycan sevgisi ilə bura gəlmişdiniz. Azərbaycanı tanıdığınıza görə, sevdiyinizə görə bu yarışmaya qatılmışsınız və sizə uğurlar arzulayırıq və Azərbaycan gəncliyi üçün birinci olmaq adi nümunə olmalıdır, ən sadə bir forma olmalıdır. Uğurlar arzulayırıq hər bir başlanğıclarınızda və alqışlarla yola salırıq qalibimizi Cavid Qarayev. Bugünkü intellektual oyunun yarışması və bir də deyirik, uğurlar arzulayırıq və həmişə sizləri bax belə böyük Azərbaycan sevgisi ilə, Azərbaycan olan məhəbbətlə, Azərbaycan olan tanımaq təşnəsi ilə görək və uğurlar arzulayırıq. Var olsun Azərbaycan gəncləri deyirik, alqışlayırıq sizləri.